maraqlı bir mövzu ətrafında fikir mübadiləsi aparmaq istəyirik. Çünki maraqlı olduğu qədər də aktualdır. Bizim nəslin sağlamlığı onun gələcəyinə bağlıdır. Gələcəkdə biz hansı nəticələri görəcəksə, o bugün gördüyümüz işlərin nəticəsi olacaq. Odur ki, hər hansı bir sağlam nəsil parlaq bir gələcəyin təminatçısına çevrilir. Və xüsusilə də yeniyetmələr arasında görülən bu profilaktik işlər düşünür ki, gələcəkdə təsirini mütləq şəkildə göstərir və bununla bağlı da bir çox tədbirlər həyata keçirilir. Elə bu tədbirlərdən biri də Sağlam Nəsil Parlaq Gələcək layihəsidir ki, bu layihə haqqında qonağımız ətraflı məlumat verəcək bizə. Qonağımız deməli Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdən kənar fəaliyyətlərin təşkili sektorunun nümayəndəsi Şəhanə xanım Bağırovadır. Xoş gəldiniz. Sabahınız xeyir, xoş gəlmişsiniz Şəhanə xanım. Gününüz uğurlu olsun. Məqsəd, məram, hədəflər nədən ibarətdir? Bu barədə siz danışacaqsınız. Təşəkkür edirəm dəvətiniz üçün. Qeyd edim ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin 5-11-ci sinif şagirdləri arasında artıq ikinci ildir ki, Sağlam Nəsil Parlaq Gələcək layihəsi həyata keçirilir. Bu layihənin keçirilməsində əsas məqsəd şagirdlərin sağlam həyat tərzinə yönləndirilməsi, onların zərərli vərdişlərə qarşı maarifləndirilməsi, həmçinin sağlam düşüncəli gənc nəslin yetişdirilməsi, eyni zamanda öz şöhrətləri ilə Azərbaycanı tanıdan idmançıların şagirdlərə tanıdılmasıdır. Ümumiyyətlə, layihə əslində geniş layihədir. Layihənin tərkibi çox genişdir və uşaqlar tərəfindən çox maraqla qarşılanan bir layihədir və eyni zamanda fəal iştirak edilən bir layihədir. Qeyd edim ki, layihənin belə deyim, tərkib hissəsi barədə bir məlumat versəm, layihə əsas profilaktik maarifləndirmələrdən ibarətdir ki, bunun müəyyən bir hissəsi şagirdlərin, müəllimlərin, eyni zamanda pedaqoji və məktəb heyətinin maarifləndirilməsidir aidiyyəti qurumları nümayəndələri tərəfindən. Daha sonra idman yarışlarıdır, turnirlərdir, flashmoblardır. Bundan əlavə müəllim və şagird əməkdaşlığının qurulması çərçivəsində bu layihə ilə əlaqədar əlavə təşəbbüslərlə bağlı səhnəciklərin hazırlanmasıdır. Sosial şəbəkələrdə Sağlam Nəsil Parlaq Gələcək adı altında fəaliyyətlərin paylaşılmasıdır. Səhifəsi də var. Səhifə deməyək, daha çox hashtaglə, Sağlam Nəsil Parlaq Gələcək hashtagi ilə ümumi təhsil müəssisələri arasında da sağlam rəqabətin formalaşması baxımından bu ad altında bütün edilən fəaliyyətlər, həyata keçirilən fəaliyyətlər paylaşılır. Ümumiyyətlə deyərdim ki, bu layihə şagirdlərin həm fiziki, həm mənəvi baxımından, mənəvi inkişafı baxımından çox önəmli bir layihədir. Elə adından da göründüyü kimi adı da demək olar ki, bir mesajdır. Sağlam nəsil bildirdiyiniz kimi parlaq gələcəyin təməlidir. Və bundan əlavə təbii ki, biz sağlam nəsil deyiriksə, burada mütləq zərərli vərdişlərə qarşı maarifləndirmədir, sağlam həyat tərzini vurğulamaq olar və qeyd edim ki, bununla bağlı bir çox maarifləndirici görüşlər, tədbirlər həyata keçirilir. Təbii ki, mütəxəssislər tərəfindən maarifləndirilir və əgər biz ümumiyyətlə layihələri vurğulayırıqsa, bizdə həyata keçirilən bütün layihələrdə məktəb, şagird, valideyn üçbucağı nəzərə alınır ki, təbii ki, layihənin uğurlu olmasını istəyiriksə, mütləq şəkildə bu detallar nəzərə alınmalıdır ki, biz əgər şagirdlərimizi sağlam həyat tərzini gələcəkdə sağlam bir həyat qurmasını istəyiriksə, mütləq valideynlərlə əməkdaşlıq olunmalıdır, müəllimlərlə birgə valideynlər əməkdaşlıq etməlidir və təbii ki, bu da layihənin daha uğurlu, daha geniş. Bəlli bir müddəti var, il boyu davam edir layihə. İl boyu davam edir, ancaq biz çalışırıq ümumiyyətlə layihə davam etsin, yəni yekunlaşdıqda belə fərqli formatda bu kimi layihələr həyata keçirilir. Çünki bu çox önəmli bir mövzudur. Əslində bu layihənin də hal-hazırda indiki formaya qədər ərsəyə gəlməsində bir neçə layihələr olubdur ki, məsələn, tutaq ki, zərərli vərdişlərə yox deyək layihəsi ayrıca həyata keçirilib, idmanseverlər layihəsi həyata keçirilib. Sonra düşündük ki, yaxşı olardı ki, Sağlam Nəsil Parlaq Gələcək adı altında geniş bir layihə tərkibində bir ərsəyə gəlsin və bundan əlavə, əgər biz, mən zərərli vərdişlərə toxunmaq istəyərdim ki, əgər biz bu barədə danışırıqsa, təbii ki, dövlət ölkəmizdə həyata keçirilən dövlət proqramları da var.
sırf bu layihə yəni çərçivəsində deyil. Ümumiyyətlə ümumi təhsil müəssisələrində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə və narkomanlığa dair 2025-2030-cu illər üzrə dövlət proqramı həyata keçirilir və bu dövlət proqramı əsasında tədbirlər planı mövcuddur ki, həmin tədbirlər planı əsasında da ümumi təhsil müəssisələrində bir neçə qurumun əməkdaşlığı nəticəsində, bir neçə qurumun əməkdaşlığı çərçivəsində görüşlər həyata keçirilir geniş formada, inzibati rayonlar üzrə, müxtəlif əraziləri əhatə edən məktəblər üzrə. Həmçinin istəyərdim ki, yəni zərərli vərdişlər dedikdə biz bura internet asıllığını da əlavə edək. Təbii ki, yəni biz texnologiya əsrində yaşayırıq, yəni həyatımızın ayrılmaz bir parçasına çevrilib, lakin biz çalışmalıyıq ki, şagirdlərimiz kommunikasiya vasitələrindən, texnoloji vasitələrdən istifadə eləsin. Ona görə də bu sahədə də yəni, mütəmadi olaraq maarifləndirmə işləri həyata keçirilir və bununla bağlı da elə bizdə informasiya təhlükəsizliyi, ölkəmizdə həyata keçirilən informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik üzrə, kiber təhlükəsizliyə dair 2023-2027-ci illər dövlət strategiyası həyata keçirilir ki, həmin dövlət strategiyasına irəli gələrək də geniş formatda məktəblərə informasiya təhlükəsizliyi barədə maarifləndirilir ki, şagirdlər informasiyadan, ümumiyyətlə sosial şəbəkələrdən doğru şəkildə istifadə eləsinlər. Şahinə xanım, əslində bir neçə gün öncə artıq ölkə tərəfindən sərəncamla qəbul olunan qərara əsasən yaş məhdudiyyətinin tətbiq olunması bu elə tədbirlərin bir parçası ola bilər. Artıq uşaqlarımız o dərəcədə yəni sosial şəbəkə asıllığından azad olacaqlar. Bəli, təbii ki, yəni bu kimi qərarlar həqiqətən də şagirdlərin gələcəkdə öz sağlam həyatlarının təməlini qurması üçün çox böyük bir stimuldur. Yəni bundan əlavə bildirmək istəyərdim ki, yəni zərərli vərdişlərlə bağlı sırf yəni bu layihə tərkibində deyil, yəni müxtəlif dövlət proqramları çərçivəsində tədbirlər həyata keçirilir, maarifləndirici görüşlər həyata keçirilir və bunu da qeyd etmək istəyərdim ki, şagirdlərin stimullaşdırmaq baxımından layihənin nəticəsi olaraq artıq belə deyək bir neçə idman festivalı da keçirilir ki, layihədə fəal iştirak edən, daha çox idmana marağı olan, məktəblərin idman nailiyyəti olan məzunları, idman nailiyyəti olan şagirdlərinin, fiziki tərbiyə müəllimlərinin iştirakı ilə geniş bir Bakı İdman Festivalı keçirilir ki, bu ildə keçirilməsi nəzərdə tutulub və bu festivalın keçirilməsinin özü belə orada şagirdlərin idman nailiyyəti olan idmançılarla görüşləri, onları dinləməsi belə onlara bir stimul olur. Onları gələcəkdə hər hansı bir idman növünü seçməsi üçün bir motivasiya olur. Və yəni layihənin nəticəsi də sırf yəni hədəflənib ki, şagirdləri yenə də idmana, sağlam həyat tərzinə cəlb olunsun. Burada müxtəlif idman növləri üzrə görüşələr olur ki, təqdimat olsun ki, ola bilər hansısa bir şagird hər hansı bir idman növü barədə. Əsasən idman yönümlü aparılır istiqamət. İdman növü, bəli, festival olaraq idman yönümüdür. Ancaq layihə olaraq isə daha geniş formatdadır. Digər sahələrdə uğurlu insanlarla yəni görüşlər nəzərdə tutulur. Bəli ki, ola bilər ki, biz nəzərə alsaq ki, əgər sağlam həyat tərzinin elə təməlində müxtəlif idman növləridir, yəni biz bilirik ki, elə internet asıllığını bildirdim orada ki, orada yəni müxtəlif tutaq ki, hərəkətsizlik olsun, sosial şəbəkələrdən həddən artıq istifadə olsun ki, bunlar onların sağlam həyat tərzinə uzaqlaşmasıdır deməkdir. Və bunun əksi də nə ola bilər? Onları biz daha doğru yola yönləndirmək, onları idmana yönləndirmək, sağlam həyat tərzinin faydaları barədə, öz gələcəklərini doğru şəkildə qurmaları barədə yönləndirmək, maarifləndirmək. Şahinə xanım, adətən bu qeyd etdiyiniz layihə çərçivəsində həyata keçirilən işlər o qədər geniş miqyaslıdır ki, sağlam həyat dedikdə təkcə idman deyil, məsələn, sağlam həyatı həm də oxu mədəniyyətinin, mütaliə mədəniyyətinin formalaşdırılması deməkdir. Sağlam gələcək, sağlam şəkildə qidalanma deməkdir. Yəni bu haqda da şagirdlərə bəli, sağlam qidalanma təbii ki, mütaliə istiqaməti dedikdə bu onsuz da bizim ayrılmaz bir tərkib hissəsidir. Yəni bu layihə formatında deyil, mütəmadi olaraq məsələn, müxtəlif yazıçılarla görüşlərin təşkil olunması. Bəli. İl ərzində yazarlarla görüşlər təşkil olunur. Bizim hətta sırf onlayn kitab klubu səhifəmiz mövcuddur ki, orada şagirdlər müxtəlif əsərlərlə bağlı müzakirələr apara bilirlər. Yəni
tərkibli bir mütaliə istiqamətində olan bir layihədir. Həmçində sağlam qidalanma ilə bağlı da, yəni əslində aidiyyəti qurumların nümayəndələri ilə biz sırf bu layihə çərçivəsində deyil, mütəmadi olaraq il ərzində şagirdlərlə görüşlər təşkil olunur, maarifləndirici görüşlər təşkil olunur, sağlam qidalanmalara nələr daxildir, nələr bizim daha çox fiziki cəhətdən, mənəvi cəhətdən biz bildiyimiz kimi sağlam, belə deyim, bədəndə sağlam ruh məsələsini desək, ona görə də təbii ki, bu da sağlam qidalanma da bunun bir ayrılmaz hissəsidir. Şahinə xanım, adətən layihələr tərkibində, layihələr çərçivəsində bütün bunların uğurlu nəticəsi münasibətlərdən asılı olur. Bayaq siz yaxşı qeyd elədiniz, müəllim, valideyn, müəllim, şagird və məktəb, valideyn münasibətləri. Bunlar mükəmməl olmalıdır ki, o verdiyimiz layihələr önəmli nəticə versin. Məsələn, biz bir aparıcı olaraq mən təklif edərdim ki, o layihələr tərkibində milli mənəviyyatımızda olan bəzi dəyərləri də aşılayaq uşaqlarımıza. Böyüklərə hörmət, özündən böyük nəslin nümayəndələrinə bir qayğı, diqqət göstərmək. Çünki bunlar son dönəmlərdə unudulur. Yavaş-yavaş yeniyetmələr bunu unutduqca bu adətə çevrilir. Ona görə də düşünürük ki, bu layihələr çərçivəsində mənəvi dəyərlərimizi, ənənələrimizi daha çox aşılasaq, o gənc yaşından onlar gözəl nəticə verə bilər. Bununla bağlı da əslində əlavə etmək istəyirəm ki, bizim hal-hazırda elə dəyərlərimizi qoruyaq layihəsi də mövcuddur ki, elə siz dediyiniz bütün məsələlər artıq orada öz əksini tapıb, o da çox geniş şəkildə, yəni şagirdlərimizə o milli mənəvi dəyərlərimizi aşılamaq istiqamətinə yönəlmiş bir layihədir sırf. Yəni siz dediyiniz an elə onu düşündüm ki, bəli, şagirdlərə... Onda demək ki, bizim bugünkü sağlam nəslimizin gələcəyi çox parlaqdır. Əgər bu sıradan yanaşsaq və bu layihənin önəmi, hədəfləri çox təqdirə layiqdir. Təşəkkür edirik ki, səhər bizimlə bərabər oldunuz. Bu barədə ətraflı məlumat verdiniz. Mən təşəkkür edirəm ki, belə vacib bir mövzuya toxunmuşsunuz bugün. Mütləq borcumuzdur. Təşəkkür edirik. Bakı şəhəri üzrə təhsil idarəsinin məktəbə qədər fəaliyyətin təşkili sektorunun nümayəndəsi Şahanə Bağırova proqramımızın qonağı idi.